Salam əziz fiziki tərbiyə üzrə MİQ sertifikasiya hazırlaşan müəllim namizədlər. Bugünkü video izahımız basketbol idman oyununun izahının ardı olacaq. Basketbol idman oyununun izahına keçməmişdən əvvəl onu bildirim ki, artıq noyabrda başlayan dərslərimizin qeydiyyatı başlayıbdır. Qeydiyyatdan keçmək üçün 050 498 86 28 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bizim dərslərimiz necə təşkil olunur? İlk öncə dərsimizə qoşulduqda dərslərin video izahı ətraflı verilir. Canlı dərslərin izahı verilir. Və dərs bitdikdən sonra növbəti dərsdə həmən dərsin sual-cavabı olunur. Və hər kəsə fərdi yanaşmaqla həmən dərsi sual-cavab təşkil olunur. Və sual-cavab da bitdikdən sonra növbəti dərs üçün həmən mövzunun testləri işlədilir. Bu şəkildə MİQ sertifikasiya vaxtına qədər dərslər təşkil olunur. İndi keçək basketbol idman oyununun izahının davamına. Basketbol idman oyunu. Dedik ki, 2 hissə 4 perioddan ibarətdir. Və əlavə olaraq basketbol idman oyununda hər komanda üçün 5 timeout verilir. Birinci hissə, ikinci hissə. Birinci period, ikinci period. Üçüncü period, dördüncü period. Baxın, bunlar hissələr. Bunlar isə period. Bildi 2 hissə 4 perioddan ibarətdir. Bundan əvvəlki izahda bunların izahını vermişəm. Və dedik, hər komanda üçün 5 timeout verilir. Bu 5 timeout necə götürülür? Bu 5 timeout bu birinci hissədə ikisi, ikinci hissədə üçü götürülür. Baxın, dedik 5 timeout verilir hər komanda üçün. Birinci hissədə 2 timeout götürə bilərik, ikinci hissədə 3 timeout. Timeout nədir? İstirahət fasiləsi. O gedişat zamanı məşqçi heyəti timeout götürür. Bu da istirahət fasiləsi. Və top ölü olduğu halda timeout götürülür. Timeoutun vaxtı nə qədərdir? Timeoutun vaxtı 60 saniyə. 60 saniyə. 1 dəqiqə yəni. Timeoutun vaxtı 60 saniyə, 1 dəqiqə. Diqqətiniz burada olsun. Dedik ki, birinci hissə birinci, ikinci perioda aiddir. İkinci hissə də üçüncü, dördüncü perioda aiddir. Bundan əvvəlki video izahda bilirik. Baxın, bu bir timeoutu hissəsi birinci periodda götürərik. Hissəsi ikinci periodda. Hissəsi birinci periodda götürməliyik. İkisini də ikinci periodda götürərik. Onsa dedik axı, birinci hissəyə 2 perioda aiddir. 2 timeout aiddir. İkinci hissəyə 3 timeout aiddir. Bunlardan da hissəsik ikisini birinci hissədə götürə bilərik. Yəni ikisini birinci period, ikisini ikinci periodda götürə bilərik. Burada götürməliksə, avtomatik ikisini buradan götürə bilərik. Hissəsi birin burada, birinci periodda, birini də ikinci periodda götürə bilərik. Məsəl üçün, birinci hissədə belə bir sual verilə bilər. Birinci periodda götürmədiyimiz timeout ikinci perioda keçirmi? Bəli, keçir. Niyə keçir? Çünki birinci hissəyə 2 timeout aiddir. Bu 2 timeoutu bu 2 period arasında bölüşdürüb götürə bilərik. Hissəsi ikisini də ikinci periyodda götürə bilərik. Keçə bilər. Amma bu birinci hissədə tutaq ki, timeoutun birini götürmüşük birinci periyodda. İkinci periyodda heç götürməmişik və bir timeoutumuz qalır. Bu yerdə qalan bir timeout var. Fikirləşək ki, bunu ikinci hissədə götürərik. Xeyr, olmaz. Yerdə bir timeout və yaxud da timeout birinci hissədə götürməmişik.
birinci hissədə götürmədiyimiz taymat ikinci hissəyə keçməyəcək. Birinci hissədə götürmədiyimiz taymat 20 dəqiqə ərzində. Götürmədiyimiz taymat ikinci hissəyə keçməyəcək. İkinci hissədə 3 taymat verilir. Bu 3 taymatdan hissəsi üçünü də 3-cü periodda, ikinci hissədə götürürsə bu 3 dənə, hissəsi bu 3 dənə 3-cü periodda, hissəsi 3-cü periodda götürməyib bu 3 dənə 4-cü periodda götürəcək. Və yaxud da 1-in 3-cü periodda, ikisini 4-cü periodda götürə bilərik. Və yaxud da əksinə. Diqqətiniz burada olsun indi. Oyunun bitməsinə, ikinci hissənin bitməsinə, 4-cü periodun bitməsinə 2 dəqiqə qalarsa, 2 dəqiqə qalarsa, baxın, ikinci hissənin bitməsinə, 4-cü periodun bitməsinə, oyunun bitməsinə 2 dəqiqə qalarsa, hamısı eyni mənanı verir. İkinci hissənin bitməsi 4-cü periodun bitməsi sayılır və oyunun bitməsi sayılır. Və 2 dəqiqə qalarsa, oyunun bitməsinə 2 dəqiqə qalarsa, 3 timeout'un heç birini götürməmişsə, avtomatik olaraq biri silinəcək. Yəni, oyunun bitməsinə 2 dəqiqə qalıbsa, maksimum 2 timeout götürə bilərik. 3'ü qalıbsa biri silinəcək, maksimum 2 timeout götürə bilərik. Bu şəkildə, bunu bildik. Və 2 dəqiqədə bitdi, bu 2 timeoutumuz qalır hələ, götürməmişik. Və oyun bərabərə bitdi. Oyun bərabərə bitərsə, demişik, basketbolda bərabər olmur. Oyun bərabər bitərsə, qalib müəyyən olmaq üçün 2 dəqiqə fasilədən sonra 5 dəqiqə oyun oynayırdıq. Bu qalib müəyyən olmaq üçün əlavə hissə oynayacağıq. Həmən bu əsas hissədə götürmədiyimiz taymat əlavə hissəyə keçmir. Və o 2 dəqiqə fasilədən sonra 5 dəqiqə ki oyun oynayırıq, 5 dəqiqə oyun. 2 dəqiqədən fasilədən sonra 5 dəqiqə oyun. Bu 5 dəqiqə oyun üçün bir dənə timeout verilir. Hər komanda üçün bir timeout verilir. Və oyun ərzində, əsas hissədə maksimum neçə timeout götürülə bilər? Ümumi oyun ərzində maksimum neçə timeout götürülə bilər? 10 timeout. Niyə? 5'ini mən götürürəm, 5'ini rəqib. Yəni 5'ini A komandası götürür, 5'ini B komandası. Maksimum 10 timeout götürmək olar. Timeout'u bildik. Timeout'dan bu kadar. Keçək, meydanı çəkək. Basketbol idman oyununun meydanı. Biraz üzürü sən xətlərə əyri çəkə bilərəm. Çalışacağım, oxşadım. Meydan mərkəzindən düz xətt keçir. Bu meydan düz xəttli meydanı 2 bərabər hissəyə bölür. Və meydanın mərkəzindən dairə çəkilir. Bu dairənin radiusu 1.80 metr. Diametr radiusu 1.80 metr. Diametri isə 3.60 metr. Və buradan da meydanımızın uzunluğu, meydanın uzunluğu 28 metr. Eni isə 15 metr. Meydanda bütün gördüyümüz xətlər var, bütün gördüyümüz xətlər. Bu xətlərin qalınlığı 5 santimetr.
Və bu bizim bir dəqiqə. Bu göy qələmlə, göy flomasterlə çəkdiyim xətt bizim 6.75-lik üçxallıq atış xəttimizdir. Onun izahını verəcəm. Və bu gördüyümüzdə 5.80-likdən cərimə atışı xəttimizdir. Və səbət olur. Basketbolda top atmaq üçün səbət, birlikdə səbətlə oynanılan oyundur. Səbətin diametri 45 santimetr. Səbətdən tor sallanır. O torun uzunluğu bu da 45 santimetr. Səbətin yerdən hündürlüyü 3.05 metr. 3.5 metr. Bunu da bildik. Lövhənin yerdən hündürlüyü. Baxın, lövhədir. Məsəl üçün. Bu bizim lövhəmiz. Burada səbət yerləşir. Məsəl üçün, buradan səbət. Bu da, məsəl üçün, dirək. Gəlir, dirək olsun. Məsəl üçün. Bu səbət yuxarıdadır, yerdən hündürlüyü 3.5-dir. Lövhə ondan 15 santimetr aşağıda olur. 15 santimetr aşağıda. Yəni, lövhənin yerdən hündürlüyü 2.90 metrdir. Kitabında 9 metrdir. Bunu da bildik. Lövhənin uzunluğu 1.80 metrdir. Lövhənin eni isə 1.05 metrdir. Bunu bildik. Bu bizim ölçülərimiz. Basketbol idman oyununda saniyə qaydaları var. Bunlar hansılardır? 24 saniyə, 14 saniyə, 8 saniyə, 5 saniyə və 3 saniyə. 24 saniyə qaydası nədir? Hücuma verilən vaxt 24 saniyədir. Hücuma verilən vaxt 24 saniyədir. 24 saniyə nədir? Onun izahını verim. Baxın, oyun dedik. Oyun ilk başlanğıcı hava atışı ilə başlanır. Hava atışı necədir? Məsəl üçün, digər izahda demişdim, bundan əvvəlki izahda. Hava atışı. Hakim gəlir 3.6 metrlik diametrli olan çevrənin, dairənin daxilinə və hər komandadan, məsəl üçün, bura olsun A komandası, bura olsun B komandası. Hər komandadan bir oyuncu, istənilən bir oyuncu gəlir 6.75-in daxilinə. A komandası, B komandası. Hakim topu atır havaya. Top, yəni oyuncular tullanaraq əli çatmayacaq səviyyədə topu atır havaya. Və top havadan enəndən sonra hər hansı oyuncu cəhd dəbərib tullanıb, hansı oyuncu cəhd tullanıb, topu vurub, öz komanda yoldaşına ötürərsə, top o komandada olur. Məsəl üçün, A komandası daha cəhd tullandı, topu vurdu, ötürdü öz yoldaşlarına. Bu zaman A komandası avtomatik topu tutan zaman 24 saniyə vaxt açılır. Və 24 saniyə ərzində A komandası hücumunu yekunlaşdırmalıdır. Hücuma verilən vaxt 24 saniyə. Hava atışı zamanı, məsəl üçün, hakim topu atdı, mən qalxdım, məsəl, hakim topu atıb, top eynir, mən qalxdım, topu tutum, ondan sonra başlayayım, olmaz, tutmaq olmaz. Və yaxud da topu vurum, göydə vurum, təzədən heç kim toxunmamış, yenidən o topa vurum. Bu da olmaz. Sadəcə topa heç kim toxunmadan bir dəfə toxuna bilərəm. Hava atışında iştirak edirəmsə,
tullandım, toxundumsa artıq topa, heç kim toxunmamış, topa ikinci dəfə toxuna bilmərəm. Bunu bildik. 24 saniyə qaydasını bildik. 14 saniyə qaydasını sonunda izah edəcəm. 8 saniyə qaydası nədir? 8 saniyə qaydası, məsəl üçün, A komandası öz meydanında topu tutubsa, öz meydanından rəqib meydanına keçmək üçün 8 saniyə vaxt verilir. Və rəqib meydanında öz meydanına pas ötürə bilməzsən, zona faulı adlanır. Pas ötürərsənsə, zona faulı adlanır. Məsəl üçün, keçdib A komandası topu keçdi artıq rəqibə 8 saniyə ərzində rəqib meydanından öz meydanına pas ötürə bilməzsən. Bu bizim 8 saniyə qaydamız. 5 saniyə qaydası nədir? 5 saniyə qaydası. 5 saniyə qaydası 1. Yandan, baxın bu gördüyümüz yan xətlər. Yan xətdən başlanılan oyun, yəni hakim gəlir topu atır oyuncuya. Oyuncu topu tutduğu an həmin oyuncu üçün 5 saniyə vaxt açılır. 5 saniyə yandan topu başlamalıdır. Yəni yan xətti tapdalamadan xaricdən 5 saniyə ərzində topu başlamalıdır. 5 saniyə ərzində, yəni yandan başlayan zaman 5 saniyə başlamalısan, yalnız ötürmə etməlisən. Hə, mən yandan başlayıram, birbaşa səbətə atım rəqib səbətinə. Olmaz. Və yaxud da topu götürüm, elə siliyərək başlayayım, meydana girim, oynayayım, olmaz. Və yaxud da topu götürdüm, elə girim, olmaz. Yalnız ötürmə edərək oyunu başlamalısan 5 saniyə müddətində. İkinci 5 saniyə haradadır? Zərmə atışları 5.80'lik, zərmə atışları zamanı 5 saniyə vaxt verilir. Onu da, zərmə atışlarını da növbəti video izahlarda verəcəm. 5 saniyə ərzində zərmə atışı atılmalıdır. Bunu bildik. İkinci saniyə nədir? İkinci 5 saniyə qaydası hansı oldu? Hakim topu atdı zərmə atan oyuncuya və oyuncu 5 saniyə ərzində topu səbətə atmalıdır. Və bu ikinci hal. Üçüncü hal nədir? Məsəl üçün, A komandasının oyuncusuyam, gedirəm hücuma. Hücuma getdiyim zaman müdafiə olunan komandanın 3 oyuncusu qarşımı keçir, baskı edir mənə. Bu zaman topu əlimdə 5 saniyə saxlaya bilərəm. Yəni 5 saniyə topu əlimdə saxlaya bilərəm. 5 saniyə ərzində 5 saniyədən artıq saxlaya bilmərəm. 5 saniyə ərzində ya səbətə top atmalıyam, ya da pas ötürməliyəm. Bunu yadınızı saxlayın. 5 saniyə ərzində də bu. Bu da oldu bizim 5 saniyə qaydamız. 5 saniyə nə oldu? Yandan zərmə atış zamanı 5 saniyə qaydası və baskı altında qalarsansa 5 saniyə topu əldə saxlaya bilərsən. Ümumiyyətlə, topu siliyərək oynayırsan. Bir əllə silirsən, əlin içi ilə, barmaqlarla silirsən, əlin içi ilə. Yəni tam əl açılmır. Normal şəkildə barmaqlarla silirsən və topu siliyərək aparsan bir əllə ya sağdan silədin, keçdin soldan siliyə bilərsən. Amma topu tutub istənilən qədər hərəkət edə bilməzsən, addım ata bilməzsən. Topu tutmusansa artıq 2 addım hərəkət edə bilərsən. Yəni 2 addım, 3-cü addımı ata bilməzsən. Atarsansa qayda pozuntusu. Yəni topu tutub 2 addım hərəkət edə bilərsən. Topu tutub yenidən siləmək olmaz. Hə, hücuma gedirəm, məsələn, silədim, tutdum. Başlayayım yenidən siləməyə. Xeyr, olmaz. Topu tutmuşamsa, ya ötürmə etməliyəm, ya da səbətə atmalıyam topu. Bunu bildik. Bunları da bildik. Top əldə 2 addım atmaq. 3 saniyə qaydası nədir? Rəqibin səbəti altında. Toplu topsuz 3 saniyədən artıq dayana bilməzsən. 3 saniyə qaydası bu. Keçək 14 saniyə qaydası. 14 saniyə qaydasına ikinci hücum vaxtı da deyirlər bəzən. 14 saniyə qaydası nədir? Məsəl üçün, A komandası gedir hücuma.
Gəlir hücuma. Topu atdı. Topu atdı. Səbətə top dəyib. Yalnız səbətə, lövfiyə demirəm, səbətə dəyib. Qaydarsa, vaxt neçədə idisə, həmən vaxt olur 14 saniyə. Səbətə dəydi, qayıtdı, mən və yaxud da mənim komanda yoldaşım topu götürərsə, vaxt neçə saniyə idisə, vaxt açılır 24 saniyə. Məsəl üçün, basketbol idman oyununda vaxt 24 saniyədən üz aşağı gedir. 24, 23, 22 bu şəkildə aşağı gedir. Məsəl üçün, mən gedirəm hücuma, A komandasının oyunçusuyum. Getdim hücuma, 22-ci saniyədə topu atdım, top səbətə dəydi. Lövfiyə yox, səbətə dəydi. Halqaya dəydi. Halqa da deyirsin bəzən. Səbətə dəydi. Qayıtdı. Mən və yaxud da A komandasının oyunçusuyam axı. Mən və yaxud da mənim komanda yoldaşım, yəni A komandasının oyunçusu topu yenidən götürərsə 14 saniyə vaxt açılacaq. Bu 22 saniyə düşəcək olacaq 14 saniyə. Adınızı saxlayın. Məsəl üçün 15 saniyədən topu atdım səbətə, səbətdən dəydi, qayıtdım. Mən və yaxud da mənim komanda yoldaşım götürdü. Vaxt 15 saniyə yox, 14 saniyədən ikinci hücumu quracaq. Və yaxud 18 saniyədə də eyni qədər. Diqqətiniz burada olsun. 2 saniyədə topu atdım səbətə, hücuma gedirəm. 2 saniyə hücumun vaxtının bitməyinə vaxt qalır. 2 saniyədə topu atdım səbətə, səbətə dəydi, qayıtdı. Mən və yaxud da mənim komanda yoldaşım götürərsə, vaxt qalxacaq olacaq 14 saniyə. Yəni götürdüm, səbətə dəydi, qayıtdı, götürdüm və yaxud da komanda yoldaşım götürdü, avtomatik vaxt qalxıb olacaq 14 saniyə. İkinci dəfə hücumu 14 saniyə yerinə yetirməliyim. Bunu da bildik. 14 saniyə qaydasını bildik. Və əlavə olaraq, əgər mən atdım səbətə, səbətə dəyib, rəqib götürərsə, artıq rəqib üçün 24 saniyə vaxt açılacaq. Rəqib topu yiyələndi, məsəl üçün burada. Səbətə dəydi, qayıtdı, topu yiyələndi burada. Avtomatik rəqib topu yiyələnən kimi 24 saniyə vaxt açılır. 24 saniyə ərzində rəqib gəlir, B komandası gəlir, məsəl üçün A komandasının səbətinə hücumun qurur. Yaxşı, deyəcəksiniz, bəs müəllim, lövfiyə dəyərsə nə olar? Baxın, məsəl üçün 22 saniyədə atdım topu. Səbətə yox, lövfiyə dəydi, qayıtdı. Mən və yaxud da mənim komanda yoldaşım topu tutdu. Bu zaman vaxt olduğu vaxtdan 22 saniyədən davam edəcək. Və yaxud məsəl üçün 5 saniyədə topu atdım, lövfiyə dəydi, mənim komanda yoldaşım və yaxud da özüm götürdüm. Vaxt elə 5 saniyədən davam edəcək. Yəni, lövfiyə dəyərsə vaxtı təsir etmir. Mən və yaxud da mənim komanda yoldaşım götürərsə, rəqib götürərsə, rəqib üçün yenidən 24 saniyə vaxt açılacaq. Bunu da bildik. Və əlavə olaraq 14 saniyə vaxt qaydası nə zaman açılır? Rəqibin meydanı tərəfdə, rəqibin məsəl üçün A komandasının oyunçusudur, rəqibin meydanı tərəfdə, bax buradan, rəqibin B komandasının meydanı burada. B komandasının meydanında yandan başlayıramsa, yandan attım, məsəl üçün rəqib meydanına attım, yandan başlayanda, başladıqdan sonra hücumu qurmaq üçün 14 saniyə vaxt veriləcək. Rəqib meydanında topu tutaramsa, topu rəqibdən çalaramsa, düşlər demiş, götürərəmsə, rəqib üçün, yəni götürdüyüm, rəqib meydanda götürdümsə, avtomatik 14 saniyə vaxt açılacaq hücumu qurmaq üçün. Bu bizim saniyə qaydalarımız. Və basketbol idman oyununda səbətə atılan atışlar var, uğurlu atışlar. Onlar neçə xanla qiymətləndirilir? 1, 2, 3. İlk öncə 3-dən başlayalım. 3 xal nə zaman qiymətləndirilir? Bu 6.75'lik xətt dedi ya, mavi xətlə çəkdiyim bu xətt.
Bunun xaricində, baxın, göy ştrixlədiyim, göy flomasterlə ştrixlədiyim. Xaricdə bu hamısı xaric sayılır. Bu xəttin xaricidir də bu tərəf. Ha, bunlar istəyir öz meydanım olsun. Buradan atım səbətə yenə də xaric sayılır da. Belə məntiqlə düşünək ki, səbətə nə qədər aralıdırsa, o uzaq aralı olduğuna görə atılan xal yüksək xalla qiymətləndiriləcək də, yuxarı xalla. Burada bizə bir məhdud xətt qoyulub, 6.75'lik xətt. Bu 6.75'lik xəttin xaricindən atılan uğurlu atışlar 3 xalla qiymətləndiriləcək. Məsəl üçün, buradan atdım səbətə, səbətdən uğurlu atış keçdi, basket oldu, 3 xalla qiymətləndiriləcək. Avtomatik həmən komandanın xalının üzərinə 3 gələcək. 2 xal nə zaman qiymətləndirilir? 6.75'in daxili, baxın, qırmızı ilə ştrixlədiyim. 6.75'in daxili. Atılan uğurlu atışlar 2 xalla qiymətləndirilir. 6.75'in daxili. Atılan uğurlu atışlar 2 xalla qiymətləndirilir. 1 xalla nə zaman qiymətləndirilir? 1 xalla 5.80'lik cərimə atışları yerinə yetirən zaman, 5.80'lik cərimə atışları yerinə yetirən zaman 1 xalla qiymətləndirilir. Yadınızda saxlayın. Bu da bizim səbətə atılan uğurlu atışlarımız. Bir də yadınızda saxlayın. Xəttlər var, abi, xətt. Meydanın daxili sayılır. Və məsəl üçün, mən 6.75'in dik xətti, 6.75'lik xətti tapdalayıb topu səbətə atıramsa, 6.75'lik xətti tapdalayıb topu səbətə atıramsa, avtomatik olaraq 2 xalla qiymətləndiriləcək. Çünki meydan daxili sayıldığı üçün 6.75'lik xətti tapdaladım, avtomatik olaraq 6.75'in daxili sayılacaq. Daxili sayıldığı üçün 2 xalla qiymətləndiriləcək. Burada diqqət yetirin. Məsəl üçün, 6.75'in xaricindən atılan uğurlu atış 3 xalla qiymətləndirilir. Məsəl üçün, 6.75'in xaricində durmuşam, 6.75'in xaricində topu atıram. 6.75'in xaricində, məsəl üçün, gəldim, 6.75'in xaricindən tullandım, topu attım. 6.75'in xaricində olduğum zaman topu atmışam da, topu attım və düşdüm özüm daxilə. Top da əlimdən xaricdə çıxmış olur. Ona görə xaricdən çıxdığı üçün 3 xalla qiymətləndiriləcək. Səbətə atılan uğurlu atış 3 xalla qiymətləndiriləcək. Bu da bizim səbətə atılan atışların qiymətləndirilməsi, uğurlu atışların qiymətləndirilməsi. Basketbol idman oyunundan ikinci izahımız bu qədər. Növbəti izahımızda faallar haqqında, basket faal və ümumi faallar haqqında izah veriləcək. Oldu. Uğurlar arzu edirəm hər birinizə.